Salam, hər vaxtınız xeyir olsun. Söhbəti uzatmadan hekayəni səsləndirmək istəyirəm. Səsimi kəsdikləri evdən necə qaçdım? Qızlar, vallah bilmirəm hardan başlayım, necə deyim. Amma içim o qədər dolubdu ki, bunu kiməsə danışmasam sanki ürəyim partlayacaq. Kiminsə yanında üz-üzə gəlib bunları deməyə utanıram. Amma bilin ki, bu bir insanın məhv olan illəri və sonradan təzədən dirilməsinin hekayəsidir. Hər şey bundan 5 il əvvəl başladı. Mən onda universiteti təzə bitirmişdim, gənc qız idim. Gözümün qabağında min dənə xəyallar var idi. İstəyirdim ki, işləyəm, öz ayağımın üstündə duram. Amma bizimkilər qız uşaqsan, otur evdə. Artıq sənin evlənmə vaxtındır dedilər. Elə o vaxtlar Elman çıxdı qarşıma. Bir-iki dəfə görüşdük, sakit öz halında bir oğlan kimi göründü gözümə. Elə bu olsun dedim, xoşbəxt olaram fikirləşdim. Ancaq mən bilmirdim ki, mən özümü öz ayaqlarımla odun içinə atıram. Gəlin köçdüm onların evinə. Ev dediyimdə nə? Bir balaca həyət evi, amma içində bir ordudan çox adam yaşayır. Qaynanam, qaynatam, Elmanın suvay xalası qızı, hansı ki evdə qalıb deyə hər şeyə qıcıq idi. Bir də Elmanın balaca qardaşı. İlk həftə hər şey normal idi. Mən də çalışırdım ki, hər kəsin könlünü tapım. Səhər saat 6-da qalxırdım, evi süpürüb silirdim, çay qoyurdum. Hərənin bir cür yumurta bişirmək istəyinə də dözürdüm. Biri deyirdi ki, sarısı bərk olsun, biri deyirdi duzsuz olsun. Amma bir ay keçmədi ki, o evin gerçək üzü açıldı. İlk münaqişə sadə bir şeydən düşdü. Bir gün işdən yorğun gəlmişdim. Bəli, mən güclə də olsa bir idarədə kiçik bir iş tapmışdım. Evə gələndə gördüm ki, qablar nə qədər yığılıbdı. Qaynanam isə divanda oturub televizora baxır, xalası qızla telefonda kimləsə danışır. Dedim ki, ana, bəlkə qabları yumağa kömək edəsiniz, mən də ayaqüstü dura bilmirəm. Vay, mən bu sözü deyən kimi qaynanam durdu ayağa, şivəm qopardı. Biz səni bu evə gəlin mi gətirmişik, yoxsa xanım mı gətirmişik? Sən kimsən ki, mənə ağıl verirsən? İşləyirsənsə özün üçün işləyirsən, pulunu da ki, aparıb anangilə daşıyırsan. Yalan idi, vallah yalan idi. Mən aldığım 3-5 manat maaşı da gətirib Elmanın əlinə verirdim ki, evin ehtiyaclarına xərcləsin. Elman axşam evə gələndə gözləyirdim ki, yoldaşım kimi mənim tərəfimi saxlayacaq. Amma nə elədi? Qaynanam qapıdan içəri girən kimi başladı ağlamağa. Özünü vurdu yerə göyə. Gəlini mənə təhqir eləyir, məni də adam yerinə qoymadı. Elman bir kəlmə olsun belə mənə vermədi. Mənə qulağı asmadı. Qayıtdı, hamının yanında üstümə qışqırdı. Səsini kəs, anama cavab qaytaran gəlin bu evdə qala bilməz. Ən pisi isə bilirsiniz nə idi? Nə qədər başıma hadisələr gəlsə də, nə qədər təhqir etsələr də, məndən dalaşsalar da, yoldaşım mənim tərəfimdə olmamağı mənə ən böyük ağır zərbəni vurdu. Səhərə qədər yorğanın altında hıçqıra-hıçqıra ağladım. Evdəkilər də eşidib təzədən dava salmasınlar deyə səsimi boğmağa çalışdım, üstümü örtdüm ki, səsim eşidilməsin. Aylar keçdikcə bu cəhənnəm daha da böyüdü. Artıq təkcə qaynanam yox, xalası qız da mənə düşmənçilik edirdi. Paltar yuyurdum, deyirdilər ki, paltar yaxşı yumamsan bundan qoxu gəlir. Yemək bişirirdim, qaynatan boşqabı itələyirdi ki, bunun dadı duzu yoxdur. İtə versəz yeməz. Mən hər gün işdən gəlib o evə girəndə ayaqlarım geri-geri gedirdi. Qapının dəstəyini tutanda ürəyim bulanırdı. Stressdən çəkim düşmüşdü 42 kiloya. Sanki o evdə bir insan yox, bir külə yaşayırdı. Elman isə gün məndən uzaqlaşırdı. Telefon isə həmişə koddaydı. Gecələr də kimləsə mesajlaşırdı. Mən hiss edirdim ki, burada sadəcə evdəki dava-şava deyil, başqa bir məsələ də var, amma sübutum yox idi. Və gəldik məşhur oktyabr gününə. O gün Elmanın ad günü idi. Mən bütün günümü xərcləmişdim. Maaşımdan da kəsib onu qəşəng bir saat aldım. Evdə onun sevdiyi yeməkləri bişirdim, tort elədim. Fikirləşdim ki, bəlkə aramız düzələr, bəlkə o köhnə günlərə qayıdarıq. Qaynanam gil də evdə idi. Elmanın dostları da gələcəkdi. Süfrə açıldı, qonaqlar gəldi. Hər şey güya çox gözəl gedirdi. Mən mətbəxdən saatlarda aşıyırdım. Bir ara mətbəxə keçəndə gördüm ki, Elmanın telefonu masanın üstündə qalıb və ekrana dalbadal mesajlar gəlir. Bir ara mətbəxə keçəndə gördüm ki, Elmanın telefonu masanın üstündə qalıb və ekrana dalbadal mesajlar gəlir. Normalda başqasının telefonuna baxan deyildim, amma ürəyimdə elə bir od düşdü ki, yaxınlaşdım. Ekranda yazılmışdı. Canım, nə vaxt gəlirsən? O evdəki yazığa nə vaxt deyəcəksən ki, biz evlənirik? Gözlərimə inana bilmədim. Əllərim əsməyə başladı. Kodu bildiyim üçün də telefonu açdım. Qızlar, bir dənə görsəm yaxşıdır. Elman məni bir neçə aydır ki, öz iş yoldaşı ilə aldadırmış. Hətta qaynanamın da bundan xəbəri var imiş. Mesajlarda qaynanam o qıza yazırdı ki, qızım, az qaldı, o evdəki səhifəyə yola salaq, səni gətirəcəm. Evimə baş tacı eləyəcəm. O an başıma sanki bir qaynar su töküldü. Ayaqlarımın bağı kəsildi. Yıxılmamaq üçün özümü mətbəx stolundan tutdum. Bütün o keçən illər çəkdiyim əziyyətlər, aldığım təhqirlər hamısı lent kimi göz önümdən keçdi. Mən onlar üçün sadəcə ev təmizləyən, yemək bişirən, həm də Elmanın başqa həyatını gizlətmək üçün bir pərdə idim. Göz yaşlarımı sildim. Lakin bu dəfə içimdə ağlamaq yox, dəhşətli bir nifrət və güc hiss etdim. Bəsdir bu qədər sustum. Çıxdım zalın ortasına. Qonaqlar, Elmanın dostları, ailəsi, hamı süfrə başında gülüşürdü. Elman mənə baxıb dedi: "Nə oldu? Salatı niyə gətirmədin?" Mən telefonu götürüb birbaşa süfrənin ortasına, boşqabların arasına atdım. Səsim titrəmədən uca tonla dedim: "Salat gətirmədim, Elman, amma sənə böyük bir hədiyyə gətirmişəm." Hamı sakitləşdi, qaynanamın rəngi saraldı. Elman tez telefonu götürmək istədi, amma mən qoymadım.
Dedim, eşidin, hamınız eşidin. Mənə bu evdə hər gün cəhənnəmi yaşadanlar, mənə bacarıqsız deyənlər, sən demə məni arxadan vururmuş. Elman, sən məni aldadırsan. Anan da sənə xeyir dua verir. Qaynanam ayağa qalxdı ki, nə gərəksiz danışırsan qonaqların yanında bizi rüsvay eləmə. Dedim, xeyr, rüsvay olan sizsiz və dönüb Elmanın dostlarına mesajlarda yazılanları söz söhbətləri oxudum. Zalda dəhşətli bir sükut yarandı. Dostları utandıqlarından başlarını aşağı saldılar. Elmanın rəngi qapqara olmuşdu. Bir kəlmə belə cavab verə bilmirdi. Qaynatam isə mat-məəttəl qalmışdı. Çünki o da mənim kimi heç nədən xəbəri yox idi. Mən dərhal otağıma keçdim. İllərdir yığdığım 2-3 dəst paltarımı sumkaya yığdım. Nişan üzüyümü də çıxarıb mətbəx stolunun üstünə, o tortun böyrünə qoydum. Elman da arxamca gəldi. Qolumdan tutub deyir: "Gəl danışaq, səhv anlamısan. Qonaqların yanında neynədin sən?" Ağzının üstündən elə bir şillə vurdum ki, öz damat qaldı. Dedim, mənə bir də toxunma. Sizin o çirkin həyatınızda, bu zəhərli evinizdə sizə... Sumka əlimdə evdən çıxdım və həyatımda ilk dəfə idi ki, ciyərlərimə rahat nəfəs çəkdim. Düzdür, cibimdə pulum çox az idi, amma içimdə böyük bir rahatlıq var idi. Atam evinə getdi və hər kəs məni dəstəklədi. Növbəti gün isə məhkəməyə ərizə verdim və ondan boşandım. İndi hal-hazırda kirayə evdə tək başıma yaşayıram. Əvvəlki işimdən üstün bir işdə işləyirəm. Yeni vəzifəm var. Əl işlərlə də məşğul olaraq əl işləri hədiyyələr hazırlayıram, buketlər hazırlayıram. Yavaş-yavaş öz ayağımın üstündə durmağa bacarıram artıq. Keçən həftə də eşitdim ki, Elman həmin mənə xəyanət etdiyi qızla evlənib. İndi isə qız onlara zülm edir, qaynanam isə onun ayağının altında kölə olubdur. Və ilahi ədalət deyirəm mən buna. Mən bunu sizə niyə danışdım? Qızlar, xanımlar, qorxmayın. Heç vaxt heç bir kişiyə, heç bir qaynana və ya yad bir ailə üçün özünüzü məhv etməyin. Həmişə ilk növbədə özünüzə dəyər verin.